Bu layihə 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Məqsədimiz şagirdləri təbiətə yaxınlaşdırmaq, ekoloji şuur və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir. Scout klubumuzun üzvləri artıq 2 ildir ki, müxtəlif ekoloji fəaliyyətləri həyata keçirirlər. Ümid Yuvaları layihəsində şagirdlər quşlar və sahibsiz heyvanlar üçün yuvalar hazırlayır və yem tədarükünü təmin edirlər. Artıq VR eynəkləri vasitəsilə bütün sinif şagirdləri virtual olaraq bu yuvaları izləyə bilirlər. Təmiz həyat aksiyasında isə məktəb və ətraf ərazilər təmizlənir, tullantılar keşidlənir. VR eynəkləri ilə şagirdlər virtual təcrübə keçirir və ekoloji məsuliyyət hissi qazanırlar. Yaşıl İzlər layihəsində şagirdlər ağac və gül əkməklə bitkilərin böyüməsini izləyir və baxım prosesində iştirak edirlər. Şagirdlər düşərgə fəaliyyətlərində ocaqlar qalamaq, düyün vurmaq, xəritə və kompasla səmt müəyyən etmək bacarıqlarını da öyrənirlər. VR eynəkləri vasitəsilə virtual düşərgə təcrübəsi sinifdə hər kəs üçün əlçatan olur. Muzey ziyarətləri və ekskursiyalarla şagirdlər həm təbiəti, həm də tarixi və elmi bilikləri kəşf edirlər. Tullantıdan sənətə layihəsində isə şagirdlər tullantıları sənət əsərinə çevirərək sosial mesaj verirlər. Bu mərhələdə VR eynəkləri vasitəsilə virtual mühitdə baxış aparılır. Layihənin yeniliyi ondan ibarətdir ki, real və virtual təcrübə birləşdirilir. Təbiət, texnologiya, yaradıcılıq və fənlər arası inteqrasiya bir araya gəlir. Hər şagird ekoloji bilik, liderlik və yaradıcılıq bacarıqlarını inkişaf etdirir. Gələcəkdə məktəbdə rəqəmsal ekoloji körpü proqramı həyata keçiriləcək. Bu proqram çərçivəsində şagirdlər məktəblər arasında bir-birinə təbiəti tanıdacaq, öyrəndiklərini paylaşacaq və yaradıcı ekoloji mühitdə əməkdaşlıq edəcəklər.